Və bizdən nə istəyir? Simple 1, 3, 5 A-nı. İndi mən bunu 3, 5 A-nı tapa bilmək üçün A-nın qiymətlərini yerinə qoymalıyam. Baxın, Simple 1-də 3, 5 A verir. A-nın qiymətinə də A-ya da mənimsədifdir. Simple 2-ni. Yəni mən bu A-nın yerinə bunu hesablaya bilmək üçün, Simple 1-i hesablaya bilmək üçün bu A-nın qiymətini qeyb hesaplamalıyam. Burada onda deməli Simple 2, 8, 6, 3 verib. Gəlirəm yuxarıda Simple 2-ni harda görürəm? Burada görürəm Aysim Üzər. Bax, bura yazıram. Nəysə, S yazdım. S2, 8, 6, 3-ü. Yazdım mı? İndi deyir, bu olsun bizdə X, bu Y, bu Z olsun. Deyir ki, X böyükdürmü Y-dən? 8 böyükdürmü 6-dan? Hə, düzdürmü? Ödədi. Bu ödədi. Y kiçikdirmi Z-dən? 6 kiçikdirmi 3-dən? Ödəmədi axı. Burada ödəmədi. Arada hansı işarəni görürük? Əndi görürük. Əndi görürüksə demişik ikisi də ödəməlidir. Onda bu rütünə düşə bilirik, düşə bilmirik. Düşə bilmirik. Hara gəlirik? Elsə gəlirik. Bizə deyir ki, get X ilə Y-i topla. X ilə Y-imizdə 8, 6 bizə 14-ü qaytarır. Yəni biz bura 14-ü aldıq. 14-ü nəyə aldıq? A hərfini aldıq da 14-ü. Düzdürmü? Gətirirəm onda burada bunun yerinə. Nəysə, Simple 1 yazdım. 3, 5, 14 yazıram. Gedirəm bu 14-ü qoyub hesablamağa. Gəldik indi 1-də. 1-də hesablayıram ha indi. 1-də hesablamaq üçün 3, 5, 14-ü yazdım. Deməli, indi bizdə nə verir? Bizi qarıxdıran yəqin məqam bu olubdur. Aysim Üzər deyir, Y vuraq X. Y-imiz neçədir? 5. Elə 5 vuraq X-imiz 3-dür. 5 vuraq 3. Üstünə gəl deyir, get Z-i. Z-imizdə 14-dür. 3 üstünə, 3-ü 5-ə vurduq. 15 üstünə də 14 gəldik. 29. Elə bizə də return elə bu 29-u deyir. Bunu da qaytar deyir. Gəlib heç nə 29-u da C variantı buradan götürmüş oluruq. Deməli, tam dolu bir dənə diskimiz var. Deyək ki, bir dənə tam dolu diskimiz var. Bu diskdən 8 ədəd 3 megabaytlıq səs faylı silindi. Yazıram 8 vuraq 3-ə. Eləyir 24 megabayt. Sonra 5 dənə 4 megabaytlıq şəkil faylı silindi. 5-i vururam 4 megabayta, elədi 20 megabayt. Aha. Sonra 12 ədəddə 2048 baytlıq mətin faylı sildi. 12-ni vuraram, bu axı baytdan verib, bunlar megabaytlandır. 2048-i çevirərik kilobayta da, kilobayta, megaya getməyəcək axı. Kilobayta çevirsək 1024-ə bölərik, eləyər 2. Düzdür? Bu eləyəcək amma 24 kilobayt, megabayt yox. Deyir, sonra isə bu diskə 2 ədəd, bax bu doludur, deyək ki, bunun hamısı doludur. Bir beləsi silindi buradan da, deyək ki, bir beləsi buradan silindi. İndi deyir ki, bu diskə 2 dənə də 3 megabaytlıq səs faylı və 2 dənə eyni ölçülü video faylı yazıldı. Və bu silib bir belə yer boşalıbdırsa da, təzədən 2 ədəd 3 megabaytlıq səs faylı və 2 eyni ölçülü video faylı yazılanda, onda nə olur? Həmin bərabər olmur. Və bu boşalmışdı. Boşalmış isə həmin qədər bir də dolmuş olur. Həmin qədər. Onda bunu toplayarıq. Bu 24-ün üstünə gələrik 20-ni. Elədi 44 megabayt. 24-ü də burada var. 24 kilobayt. İndi bundan neyniyərik? İndi bu bir belə mənim yerim boşalıbdır da. Bu boş yerə təzədən yazıramsa, onda həmin yer bir də dolmuş olur. Onda 44 megabayt 24 kilobaytdan çıxaram. Bunu da buradan yazım. 2 dənə 3 megabaytlıq səs faylı. Bu elədi 6 megabayt. 2 dənə də eyni ölçülü video fayl, bilmirəm neçədir. 2x də bunu götürürəm. Deməli, bundan çıxaram 6 megabayt. Bir də üstünə gələk 2x-i. Bu ikisinin cəmini bundan çıxaram ki, burada belə deyək də bir belə qırmızı ilə çəkim, bir belə yerdə azalmış olsun.
Sonra deyir ki, diskdə bir belə yer qalmış oldu. Bərabər qoyuruq 16 megabayt 24 kilobaytlıqda yer qalmış oldu. Heç nə bizə deyir ki, bir video faylın həcmi nə qədərdir? Yəni x-i soruşur bizdən. Gəlin hesablayaq. 44 megabaytdan burada bu 6 megabayt üstə gələk 2x-dir. Burada bu mötərizədə olmalıdır ha. Yəni bu da çıxaq olacaq ya da birbaşa çıxaq yazmalıydıq. Yəni bu ikisinin cəmini çıxırıq da bundan. Başa düşdük? Hə, 44 megabaytdan çıxsaq 6 megabaytı neçə qalır? 38 megabayt 24 nəysə kilobaytımız burada var. Üstə gələcək yoxsa çıxacaq? Yox, böyründə yaza bilərik də, bunu belə 24 kimi. Nətər 5 kilometr, 15 metr yaza bilirik də. Bilirik ki, amma metrə çevirəndə 10-10 üstünə gəlirik. Bunu da bu cür yazmağa yəni icazə verir bizə. Hə, burada da çıxaq 2x-i yazdıq, bərabərdir. Yəni bunu da gəlin bu tərəfə keçirsək. 2x o tərəfə keçirək də, tənlik gözündə baxaq. Qoy bunu silim. Çıxaq 16 megabayt. Bir də çıxaq olur elə bu tərəfə keçirəndə. Düzmü yazıram? 24 kilobayt, bərabər olsun 2x-ə. Bu 24-lər şəms demiş, gedir. 38-dən 16 çıxanda neçə qalır? 22 megabaytımız. Bərabər olur 2x-ə. Buradan x də bərabər olur 11 megabayta. Başa düşdükmü? Video çəkmişəm, video çəkdim. Bizə bir dənə siyahı verilibdir, en siyahısı verilibdir. Hə. Bizdə bir dənə en siyahısı verilibdir. Sonra deyir ki, k bərabərdir Leninə. Lenin nə deməkdir? Ay Yaşad, sayına. 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunu bizə 10 qaytardı. M-i 0 veribdir. 0-dan k-ya qədər də i-ni deyir bizə. K-nın yerinə də 10 yazsaq, onda i-lərin qiyməti nəyə bərabər olacaqdır? 0, bax 0-dan başlayır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a qədər. Düzdür? Onu almırıq. Hə. İndi burada gəlirik. Fikrimiz burada olsun. Bizə deyir ki, n-in ininci qiyməti böyükdürmü m-dən? N-in ininci, bax, onu hər dəfə deyirəm. i ilə n-in ininci qiymətinin fərqi nədədir? i nədir burada? Deyin görüm. i nədir burada? i-nin qiymətləri. i-nin qiymətləri bunlardır. n-in ininci qiyməti isə burada desək ki, bunu indeksləsək 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. N-in ininci deyəndə indeksinə görə siyahının elementlərini götürürük. İndeksinə görə siyahının elementlərini götürürük. İndi bizə deyir ki, n-in ininci qiyməti olur nə? N-in sıfırıncı qiyməti nə olur ay Fatimə? 1 olur da. 1 böyükdürmü m-dən? M-də 0-dır. 1 0-dan böyükdür? Hə, böyükdür. Get deyir onda m-i n-i-yə bərabər elə. M-i burada 1-ə bərabər elədik. Deməli, bir-bir götürəcək, neyniyəcək, yoxlayacaq da. Hansı ki, m-lə müqayisə eləyəcək, hansı ki, böyükdür, gedib onu m-ə mənimsədəcək. Sonra içindən ən böyüyünü çıxartmış olacaq. Bax, ikincini gedəsi olsaq, n-in birinci qiymətini qoysaq, qəşəng misaldır, burada fikriniz burada olsun. N-in birinci qiyməti neçə oldu? 6 oldu. Düzdür, 6-nı götürdük. 6 böyükdürmü indi m-dən deyir? M-ə indi nə aldıq? 1 aldıq. 6 böyükdürmü 1-dən? Yəni buna hə dedik. Hə dediksə, onda m getdi 6 oldu. M getdi 6 oldu. İndi ikinciyə baxaq. N-in ikinci qiyməti bərabərdir. N-in ikinci qiyməti 2-yə bərabərdir. Düzdür? 2 böyükdürmü m-dən? 6-dan. Burada şərt ödəmir. Şərt ödəmirsə də bura aşağı düşmür. Aşağı düşmür. Hansında böyük olursa düşür. Hansında da böyükdürsə də gedir o böyük ədədi m-ə mənimsədir. Belə baxanda onda bu kod bizə nə deyir? Bu siyahının içərisindən ən böyüyünü tap çıxart deyir. Yəni ən böyük də 8 olduğuna görə 8-i çıxardır. Bəs yaxşı, biz bu kodu necə dəyişsək, gedib bu siyahının içindən 1-i çıxardar bizə.
Ay sağ ol. Buradakı əlif bu işarə kiçik də olsa onda bu siyahının ən kiçik elementi olan biri çıxartmış olacaqdı. Başa düşdük? Hə, da var, uzun yolu da var. İkisini də sizə demişəm bu tip misalları. T-nə eşat verifdi 1. Deyirəm 1 kiçikdim 6-dan. Hə dedim. Gəldim oldu. H çıxaq 10. H çıxaq 10. T'nin də üstünə 1 gəldik. T'ni 1 verib üstünə 1 gəldi, elədi 2. Gəldim indi. Deyirəm 2 kiçikdim 6-dan. Hə dedim. H bərabərdir. H çıxaq 20 olacaqdı da. H çıxaq 10 çıxaq 10. O da olur. H çıxaq 20. Başa düşdün? Niyə 20 oldu? T'ni bir vahid artırdım. T oldu 3. Gəlirəm deyirəm 3 kiçikdim 6-dan. Hə, onda H bərabərdir. H çıxaq 30 oldu. T də bərabərdir. 4 oldu. Deyirəm 4 kiçikdim 6-dan. Onda H bərabərdir. H çıxaq 40 oldu. T də bərabərdir 5 oldu. Deyirəm 5 kiçikdim 6-dan. Onda H bərabərdir. H çıxaq 50 oldu. T bərabərdir 6 oldu. Deyirəm onda 6 kiçikdim 6-ya nə deyirəm? Yox deyirəm, dövrdən çıxıram. Bu 50 idi də, pis yazmışam. Hə, indi əlimdə bu qaldı mənim. Bax, burada mən işimi tamamlayıram. T'miz 6 olur da. Bizə də deyir ki, axırda T 40 qiymətini alsın. Yəni T belə H 40 qiymətini alsın. 40 qiymətini alıbdı, onda neçə olubdu? Onda yazaram 40 bərabərdir, H çıxaq 50, onda H da buradan bərabərdir 90-a da. Yəni H-a ilkin qiymət bura mən 90 yazsam, bunu 5 dəfə çıxa gəlsəm, axırda 40-ı almış olaram. Bu 5 dəfəni də bunun asant yolu nətərdir? Dövrü nətər tapırıq? Bax, T-ni biz 1 verifdi bizə, T də kiçikdə 6 verifdi. Yəni biz bilirik ki, 6 kiçikdə 6 olanda bu dövrə yox deyirik də. T-nin qiymətində 1 verdiyinə görə burada artır 2 olur. 1-dən başladığına görə 6-nın özünü götürmürük. 5-də 5 dövr gedir. Bəs yaxşı, onda sizə sual verirəm, bura baxın. T-ni burada bizə 0 vermiş olsaydı, neçə dövr getməli idi, H-ın qiyməti neçə olmalıydı? 7 neçənci dövrdə ödəyəcəkdi? 6 Ay sağ ol, 6-da ödəyəcəkdi, 6-da ödəyəcəkdi. 7-də yox deyəcəkdik. Onda H-ın qiyməti neçə olacaqdı? H çıxaq 50 yox, neçə olacaqdı burada? Ay sağ ol, H çıxaq 60 olacaqdı. O da 30 olacaqdı. Yəni bu yox, bunu 40 verəcəkdi. Burada 60 duracaqdısa da, hə də 100. H-ın qiyməti 100 olardı burada. Başa düşdükmü? Əla. Ay sağ ol. M2 verifdi. Bir də iç-içə bu devriyə kuklalar var. Rekursiya onu kimidir. M2-1. Birinci gedib M2-1-i hesaplamalıyıq. Ay əzim. M2-1-i. Burada 2-1-i qoyuruq yerinə. 2-1-i qoyduq. Gəldi burada A neçə oldu? 2 üstə gələk. 2-ni vurdun 2-yə. 4 elədi 6. Burada da B-ni deyir. Bizə A-nın üstünə B-ni gəl. A-nın təzə qiymətini götürürük. Bu da elədi 7. Return elədi A plus B-ni. 7 üstə 6 gəldi, elədi 13. Onda burada oldu M2 13. İndi gedib M2 ilə 13-ü hesablayırıq da. M2 13. Hə, indi buradan A nəyə bərabər olacaq? A 2-dir. 2 üstə gələk, yenə elə gedirik də. A yenə 6 verdi mi bizə? 4, bu da verdi 6-nı. B də bərabərdir A plus B. 6 üstə gəl indi 13 olacaqdı. Bu da olacaq neçə? 19. Eləmi? 19. Heç də print elə K-nı deyir, bizə 19-u geri qaytarmış oldu. 6-ya da baxaq. Yaxşı. Ümid edirəm bu 15 dəqiqədə dayanmayacaqdı. Dayandı deyən, yox. Sən də soruş Fatimə. Bu sualı harda baxmışıq? Topluda var, topluda var. Yaxşı, baxaq. Əlavə söhbət eləyirik. Bax, düz yazanlar da baxsın görək. 128 səhifəlik sənədin cüt səhifələrində. Deməli, tək cüt söhbəti var. Belə olanda deyirdim, nətər yazaq? 128, 64 götürürük də, düzdürmü?
cüt səhifələrində bu piksel ölçüdə və 256 rəng palitrasının köməyi ilə qrafik təsvir kodlaşdırılmışdır.